9-cu əsr. Azərbaycan torpaqları üsyan içində idi. Xilafətin orduları bir-birinin ardınca məğlub olur. 20 il boyunca bir xalq azadlıq uğrunda mübarizə aparırdı. Ta ki Babək əsir düşənədək. Maraqlıdır ki, xəlifə Babəki dərhal öldürmədi. Onu bir müddət həbsdə saxladı. Hətta bəzən gecələr gizlicə Babəki görməyə də gedirmiş. Xəlifənin gizli ziyarətinin sirri nə idi? Niyə sonda Babək amansız şəkildə öldürüldü? Bütün bu suallara tədqiqatçı alim Ceyhun Bayramlı aydınlıq gətirir. Tarixi mənbələrin məlumatlarına istinadən söyləməliyik ki, Afşin Hidr İbn Kavusun razılığı ilə 837-ci il sentyabrın 15-i Təbərini yazdığına görə ailə bir gecədə səhərə kimi Bəz qalasının xarabalıqlarını, hələ də yanan evlərinin tüstüsünü, həlak olanların cəsədlərini seyr edən Babək, miladi tarixlə 838-ci il yanvar ayının 4-də xilafətin o zamanki paytaxtı Samirə şəhərinə gətirilib və 1-2 gün Afşinin 50 metrədəki sarayında saxlanılıb. Xəlifənin sarayına aparılmazdan öncə hələ Babək paytaxta yeni gətirilərkən əvvəlcə Abbasi dövlətinin baş qazısı, daha sonra isə xəlifə Möhtəsim özü dözməyərək atını minib və tanınmaz biçimdə Babəki görmək üçün yola çıxıb. Babəkin üzünü gördükdən sonra xəlifə öz sarayına qayıdıb və Babəkin öz hüzuruna gətirilməsini gözləməyə başlayıb. Ertəsi gün bəzəkli düzəkli bir filin üstündə oturdulmuş halda Babək Afşinin sarayından xəlifə Möhtəsimin hüzuruna gətirilib. Xəlifənin ona verdiyi müxtəlif suallara heç bir cavab verməyib sustuğuna görə o, qəzəblənmiş xəlifənin zindanına atılmışdı. Mənbələr dəqiqliklə bildirir ki, Babək miladi tarixlə 838-ci il martın 14-cü günündə Samirə şəhərində edam edilmişdi. Hər halda hicri təqvimi ilə göstərilən tarixləri tutuşturduğumuz və diqqətlə miladi tarixinə çevirdiyimiz zaman biz də bu nəticəyə gəlirik. Mənbə məlumatları bizə bu fikri təlqin edir ki, Babək Əl-Hürrəmi əsir alınıb Samirə şəhərinə gətirilənədək xəlifə Möhtəsim Billahın onu öldürmək fikri var idisə də böyük tərəddüdlərlə müşahidə olunurdu. Qızıl möhürlü aman məktubu, Babəkin xüsusi bir təmtəraqla saraya gətirilməsi, Möhtəsimin bu əsnada Afşinə Babəki əfv edib xilafət ordusuna qoşun sərkərdəsi təyin etmək istədiyini söyləməsi və bu kimi digər məqamlar Babəkin öldürülməklə cəzalandırılması kimi bir planın olmadığını təxmin etməyə əsas verir. Ortaya maraqlı və indiyədək tarixçilərin cavabını verə bilmədikləri suallar çıxır. Babəkin 2 ay 10 gün xəlifənin zindanda saxlanmasının səbəbi nə idi və xəlifə Babəki öldürtməkdə niyə tələsmirdi? Əgər Babək kafir birisi olmaqla İslama qarşı çıxış etmişdisə, niyə Samirəyə gətirildikdən sonra dərhal edam edilməyib? Xəlifənin zindanda saxlanıldığı bu 2 ay 10 gün ərzində Babəklə hansı söhbətlər olub? Onun yanına kimlər gəlib gedib? Xəlifə ondan nələri öyrənmək istəyirdi? Bu sualların cavablarını tapa bilmək üçün rəsmi tarixə, mənbə məlumatlarına müraciət etmək faydasızdır. Bu sualların cavabı zənnincə dəmir məntiq və güclü intuisiyanın köməyi ilə məxsusi tədqiqat aparılması yolu ilə üzə çıxarıla bilər. Hələlik bu haqda yalnız onu söyləmək mümkündür ki, Babək zindanda olduğu müddətdə məhz Abbasi sarayının ondan umduqlarını və istədiklərini vermədiyinə görə qəzəbdən ağlını itirən xəlifənin əmrinə əsasən edam kürsüsünə çıxarılmışdır. Eyni tale, eyni aqibət Babəkdən sonra Həllac Mənsurun, Sührəverdinin, Nəyiminin, Nəsiminin də qismətinə yazılacaqdır. Nadanlarsa özlərini didib dağıtmalarına rəğmən bu insanların sahib olduqları batini bilikləri əldə edə bilməyəcəkdir ki, bilməyəcəkdir.